Layiqli yerlərdə deyilər və kifayət qədər tanınmırlar fikrimcə. Yəni, bir zamanlar bizim keçmişimizdə onların çox böyük köməkləri olub, onların da böyük bir izləri olub, amma kifayət qədər tanınmırlar. Bütün tədbirlər keçirilir. Hər bir təşkilatda, hər bir qurumda 28 müayinə qeyd olunur yüksək səviyyədə və bununla bağlı da bilirsiniz də ölkə başçısının göstərişi də var. Hətta abidə də qurulubdur, bilirsiniz. Məncə Məmməd Əmin Rəsulzadə 1918-ci ildə partiyanı qurdu 28 may. Və bu 2 il davam elədi və düzdür. Yəni o gündən bu yana çox şey dəyişib. Yox, Niyə belə düşünürsünüz? gördüyümü deyirəm də 70 yaşım var, gördüyümü deyirəm. Əlbəttə yetər qədər verilir. Bizi firavan günə çıxarıblar. Həmişə də dövlət tərəfindən onların adı çəkilib və çəkilməkdədir. Bunu etiraz etmək olmaz. Cümhuriyyət qurucuları bizim şərəfli şəxslərimizdir. Onu biz həmişə xatırlayırıq və bizi müstəqilliyə gətirib qovuşdurublar onlar. Siyasətçi deyirəm, bilmirəm. Yox, hər halda müşahidələriniz bizə maraqlıdır. Nə müşahidə edirsiniz? Hələ bir fikrim yoxdur. Tanınmışlara abidə qoyulmalıdır, xatirələri yad olunmalıdır. Xatirə günü keçirilməlidir, olmur. Yəni vaxtları yoxdur təşkil eləyərlər. Tamamilə unutturmağa çalışırlar məncə. Sizcə necə olmalıdır? Onları xatırlamalıyıq, onlara dəyər verməliyik, onlara borcluyuq.